15. bab. Şu çağda Musa bilen İsrail'la Perverdigarını məthiylep mundaq naxşı etdi. Perverdigarğa həmd sana eytmən. Çünki o şanlıq qəlibə quşdi, cəng harvulları və atlıqlarını denizğa qərq qıldı. Perverdigar, menin kudretim, menin nakşam, o meni kutuldurdu. O menin Xudayımdır, şuna maqtaymen onu. O atam ibadet kılgan Xudadır, şuna məthileymen onu. Perverdigar cəngçüdür, mənkü bar bolğuçi, onun nami. Denizğa qərq qıldı o, Mısır qoşunu həm cəng harvularını, Qızıl denizğa qərq qıldı o, ulanın ali leşker başlıqlarını. Çonqur deniz yuttu ulanı, ula taştek denizğa çöktü. Senin on kolun ey Perverdigar kudrette kamal taptı. Şuna sen ey Perverdigar tarmar kıldın rakibini. Çeksiz heybetin yer bilen yeksan kıldı. Sana karşı çıkallarını qəhər qəzvin samandek örtüdü ulanı. Küçlük tınığındın sula tamdek tiklenip, deniz tegi kuruqluqqa aylandı. Düşmən ulanı qoğlab tütümən dəb car saldı. Mal mülkini olcu elip, kılıçlap, yoqtub, dərdimni alimən dedi. Bırak, o çağda sen boran çıkırıp, denizğa qərq qıldın ulanı. Ula, goya qoğuşundek sunun tegige çöktü. Ey Perverdigar, alemde nədi bolsun səndək bir ilah, kimdi bolsun səndikidək heyvət, uluq şan şərəb, kim mu sana oxşar körstəlisun, möcüzə karamet. On kolunu sozgan idin, zimin yutti rəqibini, mihrin bilen yetekleysen, kutuldurgan xalqını, müqəddəs makanınğa başlap kilisen, kudretin bilen ulanı. Bulanı anlısa, titrek basar cimi alemni, vehimi basar, Filistin xalqını. İdomның əmirləri qorqışıb keter, Moabның batırlarını hem titrek basar, Kananlıqlamı vehimi güçer, ulağı dəhşət, vehime düşer. Kögünü de, ey Perverdigar, zor kudretini, kulluqtun qutquzgan xalqın, ötüp bolğuça ula aldıdın, ula tınırqap turuşup qala. Başlap gelip ulanı öz teğinğa, u yədə ulanı köçət qılıb yetiştirərsən. Sen Perverdigar talğan makandır u, müqəddəs turalğını u yədə salarsən. Əbədil əbəd padişah boğaysən ey Perverdigar. Mısır'nın cəng harvuları və atlıq ləşkərləri denizdeki quruq yolğa kirgəndə Perverdigar deniz suyunu birləştirib ulanı suğa qərq qılıb etkən idi. Bırak, İsrail'la bolsa denizдің o'ttirsidiki quruq yerden menip denizden ötüp ketken idi.
Harunning hadisi Maryam payg'ambar qo'liga dop tutgan edi. Nurg'un ayollarmu uning bilan birga dop chelib, usul o'ynashdi. Maryam Xudoni matiyilab, ularga mundoq naqsh etib berdi. Parvardigorga ham sana bo'lg'ay, chunki u shonliq g'alaba quchdi. Jang harvulari va otliqlarni dengizga g'arq qildi. Keyin Musa İsraillarni Qizil dengizdan boshlab Shur cho'liga elib keldi. Ular cho'lda uda 3 kun menib, su topamay, oxir Maroqqa yetib keldi. U yaning suyi ochiq bo'lib, ishkili bo'lmaydi. Shunga u yer Maroq, ya'ni ochiq deb ataldi. Xaloyiq Musadan "Nemi ichimiz?" deb uningga norozilik bildirdi. Musa Parvardigorga yelinib, talab qilgan edi. Parvardigor uningga bir shoxni ko'rsatdi. U shoxni suvga tashlagan edi. Ochiq suv ichkili bo'ladigan tatliq suvga aylandi. Parvardigor ularni sinash uchun u yerda ularga o'z talab va shartlarini e'lon qildi. Parvardigor: "Agar sizlar Parvardigor Xudo bo'lgan mening so'zimga quloq selib, mening nazarimdagi durust ishlarni qilib, mening amr farmonlarimga to'liq amal qilsanglar, u chaqda men Misrliklarga keltirgan kasallarni sizlarga keltirmayman. Men sizlarga shifolik beradigan Parvardigordurman" dedi. Ondan keyin ular Elim degan yerga yetib keldi. U yerda 12 buloq, 70 tup xorma darg'i bor edi. Shunga ular suv bo'yida chedirlarni tikdi.